Həmçinin aləmlərin Rəbbi olan Samədin şərikə və tərəfdaşa da ehtiyacı yoxdur. Allahın şəriki ehtiyacı yoxdur. İnsanların, məxluqların şəriki ehtiyacı ola bilər. Allah rububiyyətində təkdir, uluhiyyətində təkdir və isim və sifətində təkdir. O, özünə şərik götürməkdən münezzəhdir və Allah ona şərik qoşmağı böyük küfür, böyük şirk adlanıb və şirk eləyənləri bağışlamamağını Allah Azza və Cəllə Quran-ı Kərimdə vəd edib. Allah buyurur ki, mənə şərik qoşanları bağışlamaram. Yalnız o şəxslər tövbə edib şirklərindən Allaha qayıdarlarsa, Allah o zaman onları bağışlayar. Kimsə Allaha şərik qoşursa, artıq o Allahın köməkçiyə ehtiyaclı olduğunu bildirir. Bu da Allaha naqislik, nöqsan nisbət etməkdir. Çünki o Allahu Saməddir. O ehtiyacsızdır. Heç nəyə ehtiyacı yoxdur. Allah Quran-ı Kərimdə buyurur ki, o Allah hər şeyi biləndir. Nə vardırsa hər bir şeyi bilir. Sinələrdə olanı bilir. Qəlblərin xain baxışlarını bilir. Gizlində olan nə vardırsa hamısını bilir. Ağacdan düşən yarpağı belə bilir. Onun elmindən heç nə kənara çıxa bilməz. Çünki o Saməddir. Hər şeyi biləndir.